Bəlkə Röya Ayxan, Yox, yox. Aygün Kazımova. Tofiq Şabranlı. Bəs də Orxan qutardı. Dedim Aygün vəssalam. Dəyərli izləyicilər, iyunun 1-i Uşaqlar Bayramına özəl olaraq keçirəcəyimiz tədbirə hansı müğənninin gəlməyini istəyirsinizsə, Onun adını rəy bölməsinə tağ edin. Kimin adına daha çox say ol... həvəsdən düşmədə gəl. Görmürsən, çaşdım qaldım. Nəsə qoy bir dedim ya. Adlarını çəkdiyimiz bu müğənnilərin adını rəy bölməsində yazın. Hansı müğənninin adı daha çox yazılsa, həmin müğənnini biz iyunun 1-i bura dəvət edəcəyik. İnşallah ki, iyunun 1-i Şabran şəhərində Ulu Öndər Heydər Əliyevin adına olan parkın mərkəzində hər birinizi gözləyirik. Ümid edirəm ki, həmişə olduğu kimi böyük bir izdiham yenə də baş tutacaq burada. Müğənnilərimiz də olacaq, musiqiçilərimiz də, fərqli oyunlar da keçirəcək uşaqlar üçün. Panda olacaq. Olacaq, hər biri olacaq. Palyaço olacaq, panda olacaq. Ağlınızda nə varsa, siz də yazın rəy bölməsinə, təkliflərinizi edin ki, biz də həmin təklifləri iyunun 1-i dəyərləndirək. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.